Hər vaxtınız xeyir dəyərli izləyicilərim. Bugün tort bişirirəm və bu tortun içərisində un yoxdur. Deyirsiniz ki, bəs nədən bişirirsiniz? Yumurta ağlarından bişirəcəyik. Qoruqlarımız merengadan olacaq. Gördüyünüz kimi tortumda şokolad, qoz var. Yumurta ağını qabımıza boşaldırıq. Otaq temperaturundadır. Qabımız təmiz olmalıdır. Belə zərrə qədər də yağlılıq olmamalıdır, yoxsa çökər. Başlayırıq yavaş-yavaş çalmağa. Sabun köpüğü kimi alındı. İndi üzərinə limon tuzu tökürük. Limon turşusu yumurtanın çəkisindən asılıdır. Yəni yumurtanın çəkisindən asılıdır. Məndə 200 qram yumurtağı var. Ona görə yarım çay qaşığı bura limon tuzu tökdüm. Limon tuzu əriyəndən sonra yavaş-yavaş şəkər tozunu əlavə eləməyə başlayıram və bütün bu prosesə 10-12 dəqiqə vaxtım gedir. Yumurtanın təzəliyindən asılıdır. Bir də ki, yumurtanın sarısı heç bir damcı da ağına qarışmalı deyil. Olsa, siz bu nəticəni əldə eləyə bilməyəcəksiniz. Baxın, 12 dəqiqə keçdi. İndi mən sizə göstərmək istəyirəm ki, qabı çevrəmdə də nə axmır, nə düşmür, lap üstündən vursanız da düşməyəcək. İndi bundan 2 korş hazırlayacağım. Kağızın üzərində 2 dairə çizmişəm. Tortumun diametri 22 cm olacaq. İkisini də bura sıxa bilərəm. Resepti açıqlama bölgəsindən köçürə bilərsiniz. Çalışacağım yerləşdirin. Hərçəndə dairələri çəkmişəm, amma bir-birinə yapışmaq söhbəti var da. Bişərkən biraz həcmi böyüyür və bir-birinə yapışa bilər. Ona görə biraz səliqə ilə bunu kağızın üstünə yerləşdirirəm. Qoruqlarım hündür olacaq, lakin kiçik olacaq. Burada formanın düz olmağı məni maraqlandırmır əslində. Əslində onun içinin bişməyi, xırçıltılı olmağı, havalı olmağı vacibdir. Birini sadə, ikincisinə isə biraz şokolad qatıram. Şokoladı buxar qazanında qoydum, biraz əritdim. Elə paketin içində və nazik cızıqlar şəklində əlavə edirəm. Çox isti də olmaz. Soyuq olsa da bilirsiniz, tikə-tikə olur. Şokolad belə axıcı olmur. Bir azacıq qarışdırırıq ki, yenə də o cızıqların izi qalsın. Daha doğrusu qarışdırırıq deyəndə ki, biraz aralayırıq ki, başqa yerlərinə də şokolad düşsün. Baxın, təxminən belə. İndi bunu da torbaya qoyacağım və eyni ilə sıxacağım. Qaşıqla da eləmək olar, spatula ilə də eləmək olar. Nə ilə sizə rahatdır? Onunla yağlı kağızın üstünə sıxırıq. Çox incə bir qoruqlar alınır. Baxmayaraq ki, qalındır. Bişmə müddəti 2 saat yarımdır. 100 dərəcəyə qoyacağıq sobanı. Və biraz da üstündən əlavə edirəm. Baxın, qoruqlarımız pişdi. İndi onları səliqə ilə kağızdan azad etmək lazımdır. Qalanlarından belə kiçik-kiçik peçeni kimi hazırladım. Düşünürəm ki, bunlardan bəzək də etmək olar. Yağ otaq temperaturundadır. 300 qram yağa, 300 qram da qatlaşdırılmış süd əlavə edəcəm. Burada yağlı kremə istifadə etmək lazımdır ki, məsələn, bugün hazırlayırsınız, sabah masaya verəcəksiniz. O axıb nəm olmasın, o xırçıltı qalsın. Qarışdırdıq, yağ artıq ağarıb, baxın, ağarıbsa yavaş-yavaş
qatılaşdırılmış su da əlavə edirik. Bu istəyirsiniz qatılaşdırılmış suyu, istəyirsiniz bişmiş qatılaşdırılmış suyu əlavə etmək olar. Biraz vanil əlavə edəcəm və yenə də çalıb üzərinə baxın südü narın əlavə edib çalıram. Mən 3 dəqiqə çaldım, 3 dəqiqəyə hazır oldu. İndi yayda istidir və baxın qaşıqdan düşmür, çox gözəl strukturası var. Mən isə korjlarımı yavaş-yavaş kağızdan ayırıram. Siz korjun üstündə çatı gördünüz. Deməli 100 dərəcədən çox qoyursunuzsa, bişərkən o çatlar əmələ gəlir. Az qoyursunuzsa, uzun müddət bişir, üstü quruyur, içi yaş qalır. Ona görə diqqətli olun. Baxın, mən sifdə elə bilirəm ki, sobanı yandırmışam, baxdım, gördüm, sobanı heç yandırmışam, amma ki, vaxt yerini vurmuşam, temperatur yerini vurmamışam. Və ona görə biraz çaşqınlıq oldu. Birdən-birə 110 dərəcəyə qoydum. 110 dərəcədə də yavaş-yavaş bişirdə özüm üçün fikir vermədim. Bir də gördüm ki, aha, mən 110'a qoymuşam axı. Onu azaldanda da o çatlar əmələ gəldi. Və gördüyünüz kimi kremi belə iri parçalar halında qoyuram korjun üstünə. Basıb korju əzmi. Onsuz da burada krem çox olmalıdır. Qoyuram, sonra otaq temperaturuna uyğunlaşır krem. Sonra bıçaqla baxın bu cürə hər tərəfinə yayıram. Arasına qoz və şokolad əlavə edirəm. İndi bunun üstünə də ikinci korju qoyacağım. Deməli aşağıda şokoladlı korjumuz, üstə isə ağ korjumuz var. Bunu da eyni ilə kremləyirəm. Üzərindən də qoz, şokolad və hazırladığım bu bəzəkli bizəklərdən düzürəm. Turtumuz hazırdır. Soyuducuya göndəririk və nuş canlıqla yeyirik. Sabah kəsəndə göstərəcəyim sizə. Bugün isə Şərqiyə xanımdan bugünlük bu qədər. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşmək üzrə. Xudahafiz.